Yeşaya 28-ci fəsil. Şimal padşahlığına xəbərdarlıq. Məhsuldar vadinin başında yerləşən, şəraba uymuşların şəhərinin, Efraim sərxoşlarının, qürurlu tacının, izzətli gözəlliyin və solan çiçəyin vay halına. Budur, Rəbbin güclü, qüvvətli bir adamı var. O, bərk yağan dolu, bəla gətirən fırtına kimi, hər şeyi yolunda məhv eləyən sel kimi gəlir. Əlləri ilə şəhəri yerlə yeksan eləyəcək. Efraim sərxoşlarının şəhəri, qürur tacı ayaq altında tapdalanacaq. Məhsuldar vadinin başında yerləşən şəhər, izzətli və gözəl tac, artıq solan çiçəyi xatırladan şəhər, vaxtından əvvəl yetişən əncir kimi olacaq. Onu görən tez dərib yiyəcək. O gün ordular Rəbbi sağ qalan xalqı üçün gözəllik tacı, izzət çələngi olacaq. Hökm kürsüsündə oturana ədalət ruhu, şəhər darvazalarını müdafiə eləyənlərə qüdrət verəcək. Yeşaya sərxoş peyğəmbərlərə xəbərdarlıq eləyir. Kahinlər və peyğəmbərlər də şərabdan səndəliyir, içkidən büdrüyür, şərab içib xumarlanıb, içkidən yollarını azıb. Onlar yanlış görüntülər görür, tutarsız qərarlar qəbul eləyir. Bütün süfrələri qusuntu və natəmizliklə doludur, bulanmamış yer yoxdur. Yeşayaya edilən istehza. Bu adam kimi öyrədir, kimə öyüd verir? Süddən kəsilmiş, ana döşündən ayrılmış körpə uşaqlara mı? Bu nədir? Əmr üstünə əmr, əmr üstünə əmr. Sətir üstünə sətir, sətir üstünə sətir, biraz oradan, biraz buradan. Onda Rəbb bu xalqla, yadellilərin ağzı ilə, başqa dildə danışacaq. O sizin hamınıza dedi. Rahatlıq budur, yorğunlara dinclik verin, budur istirahət. Amma onlar eşitmək istəmədilər. Rəbbin sözü onlar üçün əmr üstünə əmr, əmr üstünə əmr, sətir üstünə sətir, sətir üstünə sətir, biraz oradan, biraz buradan olacaq ki, gedib arxası üstə yıxılsınlar, yaralansınlar, tələyə düşüb, əsir aparılsınlar. Siyon üçün güşə daşı. Buna görə də, ey rişxəndçilər, Yerusəlimdə olan bu xalqın rəhbərləri, Rəbbin sözünə qulaq asın. Madam ki, siz dediniz, ölümlə əhd bağladıq, ölülər diyarı ilə razılığa gəldik, ölkəyə böyük bəla gələndə bizə zərər verməyəcək, çünki yalanı özümüzə sığınacaq elədik, hilənin arxasında gizləndik. Buna görə də Xudavənd Rəbb belə deyir. Budur, Siyonda təməl olaraq bir daş, sınaqdan keçirilmiş daş, qiymətli bir güşə daşı qoyuram. Ona iman eləyən hər kəs narahat olmayacaq. Ədaləti ölçü, salihliyi şaqul eləyəcəyəm. Yalan sığınacağını dolu məhv eləyəcək. Gizləndiyiniz yerləri sellər yuyub aparacaq. Ölümlə bağladığınız əhd ləğv olunacaq. Ölülər diyarı ilə razılığınız qüvvədən düşəcək. Ölkəyə böyük bəla gələndə sizi məhv eləyəcək. Bu bəla hər gələndə sizə toxunacaq. O hər səhər, gecə-gündüz keçəcək. Bu xəbəri anlayanda dəhşətə gələcəksiniz. Yataq uzanmaq üçün qısa, yorğan bürünmək üçün dar olacaq. Çünki Rəbb Perasim dağında elədiyi kimi qalxacaq. Givyon vadisindəki kimi qəzəblənəcək. O öz işini, qeyri-adi işini yerinə yetirəcək. Öz əməlini, naməlum əməlini həyata keçirəcək. Buna görə də rişxənd eləməyin ki, bu xovlarınız daha da ağırlaşmasın. Çünki ordular Rəbbi Xudavənddən eşitmişəm ki, bütün ölkə məhv olacaq. Allahın hikməti. Qulaq asın, səsimi eşidin, diqqət eləyin, dediyimi dinləyin. Əkinçi əkin əkmək üçün durmadan yeri şumlayarmı? Torpaqda şırım açıb malalayarmı? O, torpağı hamarlayandan sonra qara çörək otunu, zirəni səpməzmi? Buğdanı sırayla, arpanı ayırdığı yerə, pərinci də onun yanına əkməzmi? Allah ona öyüd verər, onu öyrədər. Çünki qara çörək otunu vəllə döyməzlər. Zirənin üstünə araba təkərləri ilə sürməzlər.
Qara çörək otu dəyənəklə, zirə isə çubuqla döyülər. Buğdanı çörək bişirmək üçün xırmanda döyürlər, amma o fasiləsiz döyülməz. Xırmanın üstündən araba və atlar keçsə də buğdanı əzməz. Bu hikmət ordular Rəbbindən gəlir. Onun məsləhəti ecazkardır, hikməti böyükdür.